eyni tanıtdırırıq. Eyni insanları öz valideynləri... Gen də, hacı gen. Eyni insanları övladlar deyir ki, bax, nə badə filanın belə bir iş görəsən, ondan yoldaşlıq eləyəsən və fürsətdən istifadə edeyim. O övladlardan biri də bizim bütün şəhidlərimiz olub. Mən dünən Leriş rayonundaydım, Leriş şəhərindəydim. Orada Ensaylı hərbi hissənin şəhidi, onun daha doğrusu hərbi hissə komandiri idi, Mayor Heydərov Amir Rəbbin oğlunun dünən anadan olan günü idi, məvlud günü idi. Allah rəhmət eləsin, Allah ruhunu şad elə. Hətta oradan sizə Amir Xəlil şəhidimizin atası şəxsən dedi, məndən Rəbban kişi dedi, salam denə, bir kiçicik xahişi də olub, onu da reklamlasında deyərəm sizə inşallah. Allah ruhunu şad eləsin. Bəli, bax, o övladlardan biri də həm o şəhidlərdir. Onlar da öz valideynlərin dinləyiblər. İndi uşaq olanda hamı istər-istəməz səhvi də olur, başa düşməmək. Amma hacı, mən deyərdim ki, həqiqətən də o çəkdiyim, o qədər şəhid ailələrindən müsahibə almışam, çəkiliş eləmişəm. Vallahi, billahi, vətənpərvər olmaqlarında valideynlərin başlıca rolu var. Həqiqətən belə də, reallıq belədir, başa düşürsünüz. Yəni, əksəriyyətinin atası hərbiçi, əksəriyyətinin dayısı ya şəhid, ya hərbiçi. Bu belə gəlir. O vətənin şərt damarda axan real qandan söhbət getmir də. Şərt damarda axan vətənpərvərlik qanında gedir. Allah razı olsun. Fatimə xanım. Çox gündən sonra lazım olacaq işte. Allah razı olsun. Gözəl elə bir söhbətin üstünə gəldik. Bu nədir qızım? Allah razı olsun. Dost istəyər, söz də sözü, gətirdi sözün üstünə çıxartdı. Amir, mənə bir yaşa çataqa bir maşının pulunu verəcəksən onu. Vallahi, bundan çoxlu göndərim. Mən də tort bilirdim bunu, sən də uşaq beziymiş. Mən də belə bilir. Çox sağ ol Fatimə. Allah kömək. Şoka düşdü mü? Bəli. Vallahi, bu hədiyyələrdə sən burada eləsin. Olsun, indi hədiyyə gətirsən orada elə. Yer dəyişmə. Amma gözəl söhbətin üstünə düşdü. Allah sizin övladınıza gözdə çıraq eləsin. Şəhid atasının salamları var idi bizlərə. Onu da deyirdi. O məqamda doğrudan da. Allah o 6 ay balamızı gözdə çıraq eləsin. Adı ilə böyüsün inşallah. Nənələrinin, babalarının gözünə çıraq eləsin. Sizin, anasının gözünə çıraq eləsin. O gün olsun inşallah. Biz də o günü görək ki, o həqiqətən Azərbaycanın... Mən o uşağın nənəsi sayılıram da rahatlıqla. Sən hətta böyük nənəsi sayılıram. Onu verdiniz deyənə bilmirəm, amma hər bir halda inşallah belə deyək də, o gözəl övladın, gözəl günün görəsiz. Azərbaycanın ən xidmət edən şəxslərindən biri olsun, arzumuz budur inşallah. Bir daha təbrik edirik. Çox sağ olun. Və şəhid o demək deyil, qanı axsın. Şəhid o demək deyil ki, başın yerə qoysun, qan axsın. Şəhid, diri də şəhid var. Allah bizi də o diri şəhidlərdən eləsin. İnşallah vətən uğrunda. Çox sağ ol hacı, xoş sözlərinə görə də, mənalı söhbətlərinə görə.